Ana kür, o hər fəsildə bir ovqatda olur. Səhər bir rəngdə görünür, axşam başqa, günorta da ayrı rəng alır. Hərdən adam elə gəlir ki, bu axıb gedən suların da ruhu var. Sanki onlar ətrafda baş verənləri duyur. Və fikirləşirsən ki, yəqin bu rəng dəyişmələri də elə suların ovqatı ilə bağlıdır. Bu suların parıltısında minlərlə insan xatirəsinin izi var. Bəlkə də gecəsi gündüzü olmayan bu axara sehir qatan, fikrimizi uzaqlara çəkib aparan da bu izlərin işığıdır. Susmayan bir nəğmədir kür. İmişli torpağı bu nəğmənin səsinə göz açır hər səhər. Abadlıq özü ilə gözəllik, təmizlik gətirir. Bu tamlıq da insanlara xoş ovqat bəxş edir. İmişli son illər xeyli dəyişib desək, bu bəlkə də fikrimizi tam ifadə eləməz. Şəhəri gəzdikcə, buradakı göz oxşayan mənzərələri gördükcə insanın ürəyi sevinir, gözü, könlü doyur və bu gözəlliyi yaradanlara qəlbində bir minnətdarlıq duyğusu baş qaldırır. Zəhmət gül qoxusu verir deyərlər. Bugünkü İmişli də bu həqiqəti bir daha təsdiqləyir. İmişli torpağından 2 çay keçir, Kür və Araz. Aşıqların dili ilə desək, Kür nikbin sədalı gözəlləmədir, Araz isə yanıq kərəmi. Araz axır daşından, suyu gəlir başından, əzəli dumduruydu, bulandı göz yaşından. Araz çayı 2 əsrdir ki, dilimizdə qəmli bayatıya çevrilib. Unudulmaz Şəhriyardan belə elə bir Azərbaycan şairi yoxdur ki, onun poeziyasından Arazın qəmli nəğməsi eşidilməsin. Qardaşım, onun gözlərinə baxmaq istərəm. Araz dayan görün, sözün var sənə. Senin sularınla axmaq istərəm. Bəlkə sahiline gəldi qardaşım. Onun gözlərinə baxmaq istərəm. Bəlkə sahiline gəldi qardaşım. Onun gözlərinə baxmaq istərəm. Azərbaycan xalçasının sorağı əsrlərin dərinliklərindən gəlir. Onun dəqiq tarixi yoxdur. Bəzi sənətşünaslar xalçalarımız haqqında insanla həmyaşıddır deyirlər. Yazının, kitabın olmadığı qədim zamanlarda qız gəlinlərimiz arzu və istəklərini ilmə-ilmə, naxış-naxış xalçalara köçürüblər. Aranlı dağlı yurdumuzda elə bir bölgə, elə bir kənd yoxdur ki, orada xalça toxumasınlar.
Tarixən Şirvan, Təbriz, Qarabağ, Quba, Abşeron ünvanlı xalçalarımızın şöhrəti dünya ilə bir olub. Bu gün də Azərbaycan xalçası dünyanın məşhur muzeylərinin ən qiymətli eksponatlarındandır. ...70 yaşlı Ərkinaz ana İmişlinin ən təcrübəli xalça ustasıdır. 10 yaşından xalça toxuyur. O, bu qədim el sənətini nənəsindən öyrənib. Dünyanın rəngləri danışır onun fırçasında. Rəssam Namiq Feyrizov İmişli torpağının rənglərini köçürür kətana. Zamanın mənzərələri, insan portretləri boylanır bu əsərlərdən. Mədəniyyətimizin, tariximizin görkəmli simaları da onun yaradıcılığının əsas mövzularından biridir. Namiq Feyrizov həmçinin Tarix Diyarşünaslıq Muzeyində bərpaçı rəssam kimi də çalışır. Bəlkə də elə ona görə tarix onun yaradıcılıq taleyi ilə sıx bağlıdır. Təndirin ətrindən baharın nəfəsi gəlir. Zəmiləri sığallayan sərin mihin, dəyirmanlardan gələn buğda işığının, xəmiri yoğuran ana əllərinin bərəkəti var təndirin qoxusunda. Ömrümüzdən keçən illərin xatirələrində təndirin şirin bir istisi var. Xalidə ana yay, qış təndir ətri ilə bu həyət bacaya bir halallıq işığı gətirir.
da yaxşıdır, bozbaşı da, xaşlaması da. Ancaq bu yerin mətbəxindən söz düşəndə daha çox onun beşə çığırtmasını və qovurmasını tərifləyirlər. Ayda anaya dadlı yeməklərin ustasıdır deyirlər. Onun bişirdiyi beşə çığırtmasının əvəzi yoxdur. Dadından doymaq olmur. Bir müdrik deyib bu sözü. Keçmişi bilmək, gələcəyi öyrənmək üçündür. Bura İmişli Tarix Diyarşünaslıq Muzeyidir. Əsrlərin yadigarları qorunduğu bu məkanın 40-dan çox yaşı var. Xalqımızın yaddaşı, milli kimliyimiz yaşayır bu muzeydə. Buradakı hər eksponat bir tarixdir, keçmişimizə açılan bir pəncərədir. Ruhun paşlığı, aləmlərin nuru, kainatın işığı bu məkanda qərar tutub. İnsan öz yaradanına səcdə eləyir. Burada zaman və məkan yoxdur, yalnız ilahi nur var. İnsan qəlbi bu nura qovuşanda rahatlıq tapır. Əbədiyyət yolçuluğu da buradan başlayır.
Bu yenilməz əskərləri daim xatırlayın. Onların hər biri sönməz bir məşəldir, yaddaşımızı işıqlandıran bir məşəl. Zamanın tufanları onları həmişə alovlandıracaq. Çünki cəsurların taleyini döyüş meydanları yazır. İmişli torpağı Qarabağ savaşında 256 şəhid verib. 256 əskər, 256 igid. Onlar bu yurdun əbədi keşikçiləridir. Heydər Əliyev müasir tariximizdə silinməz izlər qoyan siyasi liderdir. Bugünkü Azərbaycanın inkişafında və dövlətçiliyimizin möhkəmləndirilməsində cahanşümül işlərə imza atan ulu öndərimizin xatirəsi İmişli sakinləri üçün də çox əzizdir. Xalqımızın böyük oğlu Heydər Əliyevin adını daşıyan bu mərkəz də ümummilli liderimizə, onun unudulmaz xatirəsinə olan sonsuz məhəbbətin təcəssümüdür. Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti tükənməz bir xəzinədir. Nəsillər zaman-zaman bu xəzinədən bəhrələnəcək. ...2020-ci ilin payızında torpaqlarımız igid Azərbaycan oğullarının qanı və canı bahasına düşmən işğalından azad edildi. Bu tarixi qələbə həm də xalq rəhbər birliyinin təntənəsi oldu və bu şanlı zəfərimiz yurdumuza yenilməz bir ruh gətirdi. Sanki dağlarımız bir boyda ucaldı, düzlərimiz çəmən-çəmən genişləndi, yurdumuzun göyləri daha da işıqlandı. İnsanlarımızın qrup yaratmaq eşqi qol-qanad açdı. Beləcə, Azərbaycanımızın həyatında yeni bir dövr başladı. Bu xoş ovqatı elə müasir İmişlinin də timsalında aydın görmək olur.